Salam əziz izləyicilər, xoş gördük hamınızı. Bugünkü qonağımız vəkil Ruslan Mustafazadədir. Ruslan bəy, xoş gəlmisiniz. Çox sağ olun, xoş gördük. Bugün sizə bir neçə sualım olacaq. Əsas məsələ nədir? Vəkillərə ən çox hansı problemlərlə müraciət edirlər? Vəkillərə ən çox müraciət olunan problemləri ümumiyyətlə burada mən düşünürəm ki, 2 hissəyə bölməliyik. Bir var mülki işlər üzrə və cinayət işləri üzrə. Hal-hazırda mən və belə deyək də digər vəkil əməkdaşlarımızla birgə bir müzakirələrimiz olanda müəyyən eləmək mümkündür ki, mülki məsələlərlə bağlı daha çox nicahın ləğvi və nicahın ləğvi ilə bağlı olan digər məsələlər və borc tələbləri ilə bağlı işlərdir. Cinayət işləri üzrə isə müraciətlər daha çox narkotiklə bağlı olan məsələlərdir və dələduzluqla bağlı olan məsələlərdir. Yəni bölgü aparsaq əslində bu dəqiqə bu işlər daha çox üstünlük təşkil edir. Ailə məsələlərində dediniz ki, boşanmalar daha çox üstünlük təşkil edir. Boşanan cütlüklər əsasən hansı səbəbdən boşanırlar? Əslində belə bir statistik araşdırma aparmamışıq, amma ümumiləşdirsək, mən düşünürəm ki, bu şəxsi mənim subyektiv fikrimdir əlbəttə ki, mən düşünürəm ki, sosial problemlər daha üstünlük təşkil edir. Düzdür, müraciət edən şəxslərin səbəbləri və bəhanələri fərqli ola bilər, fərqli səslənə bilər. Evə baxmır, evə gəlmir, uşaqla maraqlanmır və s. Yəni bu səbəb və bəhanələr kifayət qədər çoxdur. Amma mən düşünürəm ki, onların dinləyicisi kimi, yəni dinləyirəm, hər iki tərəfi sonradan dinləyirik, ən azından məhkəmə prosesində hər iki tərəf öz fikrini ortaya qoyanda bir ümumiləşdirmə aparsaq, əsasən kökdə dayanan sosial problemlərdir. Yəni maddi vəziyyət, işsizlik və digər bununla bağlı olan məsələlərdir ki, ondan doğan problemlərdir. Yəni kişi işləmir, evi maddi təmin eləyə bilmir və digər hallar artıq qıcıqlanma yaradır, artıq birgə yaşayış mümkünsüz vəziyyətə gətirir, çatdırır. Baxırsınız ki, xırda məsələlərdir, amma şişir böyük bir problemlərə gətirir, çıxardır. Mən düşünürəm ki, sosial problemlər kifayət qədər önəmli məsələdir. Sosial problemlər dediniz. Yəni əsas baxıram ki, məsələnin kökündə pul dayanır. Yəni 15 il əvvəlki Azərbaycanla indiki Azərbaycan arasında sırf maddi səbəblərə görə boşanmalardan söhbət gedir. Fərq çoxdurmu, yoxsa azmı? Mən düşünürəm ki, çoxdur. Və bunun səbəbi nədən ibarətdir əslində? Yəni təbii olaraq əslində ölkə üzrə müəyyən edilmiş statistikaları izləsək, bugünkü gün işsizlik dəfələrlə aşağıdır. Bu bir. Yenə də eyni statistikanı izləsək, biz müşahidə edirik ki, bugünkü gün əhalinin gəlirləri daha yüksəkdir. Ən azından minimum əmək haqqı 5 il bundan qabaqçı ilə 2 dəfə fərq edir. Yəni bunları biz düşünsək, yəni görərik ki, əslində indiki vəziyyət əvvəlki 10 ilə qabaqçı vəziyyətə baxanda daha yaxşı, daha münbit vəziyyətdə pul qazanılması üçün, maddi ehtiyacları ödəməsi üçün. Amma təəssüflər olsun ki, 10 il bundan qabaq bu problemlərə görə boşanmaların sayı kifayət qədər fərqli idi, kifayət qədər az idi. Amma bugünkü gün dəfələrlə çoxdur, dəfələrlə fərq edir. Mən həmişə bu məsələdə öz fikrimi bildirəndə nəyi bildirirəm? Mən düşünürəm ki, insanların bu müraciət eləmək imkanları da daha çox genişlənib. Yəni psixoloji olaraq o imkan sadəcə olaraq həmişə eyni olub. Yəni 10 il bundan qabaq da məhkəmə bir iddia ərizəsi verilirdi, indi də verilir. Əksinə indi o vaxt müraciət eləyəndə 20 manat dövlət rüsumu ödəyirdin, amma indi 100 manat, 120 manat dövlət rüsumu ödəyirsən. Yəni əksinə daha da məhdudlaşıb belə deyək də, amma say çoxalıb. Əvvəllər vətəndaşlar, mən həmişə deyirəm, 10 il bundan qabaq vətəndaşlar məhkəmə prosesində iştirak edəndə yaşa bölsək, orta yaş deyək də, 40 yaşlı bir insanlar müraciət edəndə biz müşahidə edirdik ki, həmin şəxs məhkəmə prosesində utana danışır. Həmişə əksəriyyətinin birinci cümləsi ondan ibarət olur ki, valla mən buralara gələsi adam deyildim, mən birinci dəfədir buralara gəlirəm, utanıram, fikrimi ifadə edə bilmirəm, həyəcanlıyam və s. Amma bugünkü gün müşahidə edəndə görürsünüz ki, hətta birinci dəfə məhkəmə prosesində gələn şəxslər belə daha sərbəstdirlər, daha açıqdırlar, daha çox şey danışa bilirlər, yəni hətta səs-küy yarada bilirlər məhkəmədə, yəni belə deyək də, qarşı tərəfdən mübahisə yarada bilirlər. Amma əvvələ 10 il bundan qabaq insanlarımız elə biraz
daha utancaq idi bu məsələlərdə, daha çəkinirlər ictimai qınaqdan deyək, ya kənardakı şəxslərin, qohumların, yaxınların fikirlərindən deyək. Amma bugünkü gün o çəkintilər yoxdur deyə mən düşünürəm ki, bu da bir təsir edən amillərdən biridir. Yenə deyirəm, bu mənim sadəcə subyektiv fikrimdir, öz müşahidələrimdir. Amma biz vəkillərlə bu məsələləri müzakirə edəndə bəlli olur ki, aşağı-yuxarı vəkillərin əksəriyyəti eynən bu fikirdədirlər. Adətən görmüşük ki, boşanma məsələlərində uşaq anada qalır. Amma bəzi hallar da var ki, atada qalır uşaq. Bu hansı hallardır? Birinci nəyim ümumiyyətlə bildirmək istəyirəm, yəni tamaşaçılarımıza, izləyicilərə. Ümumiyyətlə bəzən vətəndaşlar elə bilir ki, boşanma prosesi yalnız elə boşanma ilə də bitir. Yox, elə deyil. Məsələ nədən ibarətdir? Məsələ ondan ibarətdir ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə nikahın ləğvi ilə bağlı olan prosesin içində bir neçə məsələlər həll olunur. Bunlar hansılardır? Bunlar nikahın ləğvi, nikahın ləğvindən sonra uşaq kimlə qalacaq məsələsidir və aliment məsələsidir. Həmçinin də əgər nikah dövründə əldə edilmiş birgə əmlak varsa, onun bölgüsü məsələsidir. Məhkəmə uşağın kimin yanında qalacaq məsələsinə əgər siz vurğulayırsınızsa, bunu nikahın ləğvi ilə bağlı olan prosesdə mütləq həll eləməlidir. Və belə deyək də 10 il bundan qabaq, 7 il bundan qabaq, hətta yaxın 5 il bundan qabaqki proseslərdə uşağın atanın yanında qalması məsələsi çox çətin bir proses idi. Məhkəmələr, vətəndaşlar özləri də buna hazır deyildilər əslində. Həmçinin məhkəmələr də daha çox Sovet dövründən yaranmış bir praktika ilə davam edirdilər bu işləri. Çünki məhkəmələr nikahın ləğvindən sonra uşağın kimin yanında qalacaq məsələsində bir neçə hala əsaslanır. Bu sübutlardan deyək də biri, proses zamanı əgər mübahisə varsa, ata da istəyirsə ki, uşaq ondan qalsın, ana da istəyirsə ki, uşaq ondan qalsın. Belə olan təqdirdə məhkəmə rayon və şəhər icra hakimiyyətlərinin tərkibində qəyyumluq və himayəçilik komissiyaları var, bilirsiniz. Və ora müraciət olunur, rəy verilməsi üçün. Ki, ay komissiya, mənə bir rəy verirən ki, araşdır rəy verirən. Yəni, həm ata ilə danış, həm ana ilə danış, həm ananın maddi imkanlarını, iş imkanlarını, yaşayış imkanlarını, uşağa tərbiyə vermək, saxlamaq imkanlarını, təhsil vermək imkanlarını araşdır və ata ilə də bağlı eyni qaydada araşdırmaq var. Və ortalığa bir rəy çıxardır ki, uşaq kimin yanında qalsa, onun üçün daha yaxşıdır. Çünki eyni qanunvericiliyimizə görə, yəni Azərbaycan Respublikasının konstitusiyasına görə uşağın mənafiyi digər bütün mənafilərdən üstün tutulur. Atanın da mənafi ilə, ananın da mənafi ilə üstün tutulur. Ona görə burada vacib olan uşağın mənafiidir ki, uşaq kimlə qalsa daha yaxşı olacaq onun üçün. Və açığı deyim ki, bir 5 il, 10 il bundan qabaq da bu komissiyalar da bu məsələlərə o qədər ciddi yanaşmırdılar. Misal üçün, gedib evlərə baxmırdılar. Telefonla əlaqə saxlayardılar ən yaxşı halda. Harada qalırsınız, o evdə kimlər qalır. Ən yaxşı halda telefonda soruşulardı bu məsələlər. Əksər hallarda ümumiyyətlə o hissələrə diqqət də yetirilmirdi. Elə yalandan ümumi standart bir layihə üzərində işlənilirdi, ad soyad dəyişdirilirdi ki, uşaq ana ilə qalsa onun mənafi üçün daha yaxşıdır. Amma bugünkü gün bu praktika dəyişib. Son 2 ildir, 3 ildir, 4 ildir belə deyək ki, artıq bu komissiyalardan da məhkəmə tələb eləyir ki, daha keyfiyyətli araşdırma aparılsın və o komissiyalarda, əslində komissiyaların da tərkibi dəyişib artıq, daha cavanlaşıb, daha belə deyək də Avropa standartlarını, dünya standartlarını tətbiq eləmək meyilli adamlardır. Yəni o Sovet düşüncəsində olan şəxslərin əksəriyyəti artıq yaş həddinə görə işdən getdilər, pensiya təqaüdü və s. Bu da kifayət qədər təsir göstərən məsələdir və o cavan nəsil artıq bu məsələlərə daha çox diqqət yetirir və tələb də var. Onların üzərində nəzarət və tələb də var bu məsələ ilə bağlı. Kifayət qədər keyfiyyətli araşdırırlar. Ki, ana kimlə yaşayır, harada yaşayır. Olur ki, misal üçün, ana gedir, dayı ilə yaşayır, qardaşı ilə yaşayır, belə deyək. Orada bir ayrıca ailədir. O uşağın orada yaşaması ona necə təsir göstərə bilər və s. Bunlar hamısı araşdırılır, ortaya bir rəy çıxarılır və verilir məhkəməyə. Və qanunda deyildiyinə görə, yəni qanunun tələbinə görə, o rəy məhkəmə üçün, belə deyək də, qəti bir qərar deyil. Qəti bir rəy deyil. Məhkəmə o rəydən kənara da çıxa bilər. Öz müşahidələrinə, öz araşdırma, digər sübutlarla birgə onu araşdırır və ona uyğun qərar verir. Və son 3 ildə, 4 ildə mənim də şəxsən özümün də praktikamda var, yəni icraatımda olan işlərdə var ki, biz uşağın atanın himayəsində saxlanmasına nail olmuşuq.
Yəni şəxsən mən özüm o prosesi necə aparmışam? Mən özüm digər vəkillər, yəni hərənin öz bir istiqaməti var, müdafiə mexanizmi var. Mən şəxsən həmin uşaqlarla görüşmüşəm. Atanın iştirakı olmadan, atadan xahiş eləmişəm ki, ofisdə görüşürük. Sən çöldə gözlə, mən sadəcə olaraq kənar müdaxilə olmasın. Uşaqlarla danışmaq istəyirik. Uşaqlarla danışmışam və hiss eləmişəm ki, onlara təzyiq, təsir yoxdur da, belə deyək. Uşaqların bu öz seçimidir. Çünki uşaqlar sərbəst danışırlar, öz fikirlərini artıq sərbəst ifadə edə bilən uşaqlar idi. Və niyə ata ilə qalmaq istəyirsən, niyə ana ilə qalmaq istəmirsən məsələlərini müəyyənləşdirəndən sonra, yəni özümdə bir daxilimdə bir inam yaranandan sonra ki, doğrudan da bu uşaqlar atanın yanında qalmaq istəyirlər və atanın yanında qalmaq onlar üçün daha məqsədə uyğun olacaq. Hal-hazırki vəziyyət üçün. Bir ildən sonra vəziyyət necə olacaq? Ondan yenidən baxmaq olar o məsələyə. Və özümdə bir daxili inam yaranandan sonra ki, hə, mən bu işi belə deyə də aparmaq olar. Yəni burada bilirsiniz necədir? Bizdə Azərbaycan mentaliteti məsələsi var. Yəni bu nikahın ləğvi ilə bağlı məsələlərdə tərəflər çox nadir hallarda olaraq razılıq əsasında, belə deyə də, yəni dostcasına bu məsələləri həll edirlər. Adətən məsələlər çox şişir, ailələr bir-biri ilə mübahisəyə girirlər, yəni digər qohumlar da bu prosesə qoşulurlar. Yəni böyük bir skandallar yaranır burada və ata uşaqlardan istifadə edərək anadan əvəz çıxmağa çalışır, aliment ödəməməklə, bəs oğruyub qaçırtmaqla, gizlətməklə, ana uşağı gizlətməklə, göstərməməklə əvəz çıxmağa çalışır. Ona görə bu məsələlərdə biz hətta vəkillər belə bu prosesləri, işləri götürəndə müəyyən qədər diqqətli davranmalıyıq əlbəttə ki, çünki biz də bu ölkənin vətəndaşıyıq, biz də maraqlıyıq ki, ailə dəyərləri qorunsun, saxlanılsın və təbii olaraq o uşaqların mənafiyi də üstün götürülsün. Ona görə mən özüm də onlarla danışandan sonra qərar verdim ki, hə, bu prosesi aparmaq olar. Məhkəmə də araşdırdı, dediyimiz halları müəyyən elədi ki, özü də uşaqları dindirdi. Ayrıca yəni Qəyyumluq Komissiyasının rəyindən asılı olmayaraq özü də ayrıca dindirdi və özündə də məhkəmə, çünki yenə də eyni qanunvericidə göstərilir ki, məhkəmə prosesində toplanmış sübutlar çərçivəsində və daxili inamına uyğun olaraq qərar qəbul edir. Yəni məhkəmədə də bir daxilində inam yaranmalıdır, hakimin də daxilində bir inam yaranmalıdır ki, mən düzgün qərar qəbul edirəm. Yəni bu uşaqla bağlı olan məsələdir, gələcəklə bağlı olan məsələdir deyə burada səhv eləməyə belə deyək də bizim ixtiyarımız yoxdur. Məhkəmə də daxili inam yaranandan sonra təbii olaraq uşağı atada saxlamaq qərarını qəbul edir və bir neçə dəfə artıq bu məsələlər olub və mən düşünürəm ki, bu proses getdikcə də inkişaf edəcək. Nəyə görə? Birinci növbədə yenə də öz qanunvericimizdən danışsaq, bizdə qanunvericilikdə ata və ana ifadələri yoxdur. Yəni uşaqlarla bağlı məsələlərdə ata və ana ifadələri yoxdur. Var valideyn ifadəsi. Yəni hər iki tərəf uşaq üçün eyni götürülür. Qanun qarşısında eyni götürüldüyü kimi uşağa da nisbətdə eyni götürülür. Və məhkəmə də bu məsələləri araşdırılanda ata-ana deyib ayırmamalıdır artıq. Valideyn deyilir ki, yəni daha üstün şəraitinə, vəziyyətinə, maddi imkanına, uşağa baxmaq imkanına görə, onun təhsilində, tərbiyəsində iştirak etmək imkanlarına uyğun olaraq fiziki və belə də mənəvi iştirak etmək imkanlarından asılı olaraq qərar qəbul etməlidir ki, uşaq hansı valideyn yanında qalsa, onun üçün daha yaxşıdır. Ona görə və bu Avropa təcrübəsində də belədir. Biz bunu kinolardan, seriallardan və öz təcrübəmizdən də məhkəmə ilə bağlı proseslərdən də görürük ki, yəni uşağın hansı valideyn yanında qalması məsələsində ana, ata deyil, məhz valideyn olaraq qiymətləndirilir. Amma əvvəlki proseslərdə geri qayıtsaq, əsaslandırmalardan biri ondan ibarət olurdu ki, uşağın ana qayğısına daha çox ehtiyacı olduğu üçün ana himayəsində saxlanılır. Yəni, ana qayğısı varsa, biz və hüquqşünas kimi yanaşırıqsa, cinsləri kənara qoyub, yenə ana ata deyil, valideyn yanaşırıqsa, əslində uşağın ana qayğısına deyil, valideyn qayğısına ehtiyacı var. Yəni, bəzən olur ki, ata, düzdür, yenə eyni mentalitetə uyğun olaraq bizdə ailənin quruluşu fərqli olduğu üçün, Avropadan, Amerikadan fərqləndiyi üçün ana valideyn qayğısını daha çox göstərə bilir uşağa. Çünki adətən ana evdar xanım olur, evdə olur. Bütün gün uşağın yanındadır. Daha az saat işləyir, işləsə də belə. Ata daha çox, belə deyək də, pul qazanmaq, ailə büdcəsini dolandırmaqla məşğul olduğu üçün daha çox çöldə vaxt keçirilir, ana uşağın yanında olur deyə. Razılaşa bilərik ki, praktikada
uşaq ana ilə daha çox vaxt keçirdiyi üçün, ananın yanında o qayğıya ola bilər, daha çox ona öyrəşir və s. məsələləri var. Amma gündəm artıq dəyişir, proseslər dəyişir və məhkəmə də hesab edir ki, artıq ana qayğısı deyil, burada valideyn qayğısıdır. Çünki bəzi hallarda biz rastlaşırıq ki, ata o qayğını daha çox uşağa verə bilir, nəinki ana. Düzdür, yenə deyirəm, bu hallar az-az rast gəlinir hələ ki, amma mən düşünürəm ki, getdikcə bu məsələlər artacaq. Çünki əvvəllər biz məhkəmə təcrübəsinə əsaslanan vətəndaşlar da müraciət edəndə o vaxt müraciət edirlər. Tutaq ki, 10 il bundan qabaq bir vəkil kimi mənə müraciət edirdilər, ata müraciət edirdi ki, mən istəyirəm ki, uşaqlar məndən qalsın. Biz də onu izah edirdik ki, valla bugünkü gün bu proses çox çətindir. Yəni biz o iddianı qaldırsaq da böyük əksər hallarda biz o iddianı udzacağıq. Yəni böyük ehtimal ki, biz o iddianı udzacağıq. Belə olduğu təqdirdə ata heç o iddianı qaldırmaq da istəmir. Yəni o istiqamətdə nəsə əziyyət çəksin, stres yaşasın deyir ki, əgər praktika budursa. Amma bugünkü gün praktika dəyişdiyi üçün artıq yanaşma da dəyişir. Vətəndaşlar görür ki, yox falan işdə məhkəmə araşdırdı, uşaq atanın himayəsinə verdi. Niyə mən də verməsin? Mən də uşağın qayğını göstərirəm və s. Ona görə bu proseslərin sayı çoxaldıqca təbii olaraq nəticələr də, dəyişən nəticələrin də sayı çoxalacaq. Belə olduğu təqdirdə uşaq atada qaldığı təqdirdə, bilirik də anada qaldığı təqdirdə ata aliment ödəyir. Bəli. Yaxşı, atada uşaq qaldığı təqdirdə ana aliment ödəyirmi, yoxsa necə? Mən bir qeyd edədiyim kimi, yəni qanunvericilikdə bizdə ata-ana məsələsi yoxdur, valideyn məsələsi var. Uşaq bir valideynin yanında qalırsa, digər valideyn deyəndə ata-ana bölməyər. Digər valideynin aliment öhdəliyi yaranır. Eyni tərzdə olur. Eyni qaydadadır. Məhkəmə bu hissədə çox nadir hallarda xanım olduğu üçün minimum güzəştlər, o da minimum güzəştlərdir təbii olaraq, yəni maksimum güzəştlər deyil. Yəni nəticədə bu uşaq üçün ayrılan vəsait olduğu üçün, bu uşağın saxlanılması üçün ödənilən məbləğ olduğu üçün məhkəmə burada yenə deyirəm, uşaq hansı valideynin yanında qalırsa, o valideynin digər valideynə qarşı aliment iddiası irəli sürmək hüquqları var və məhkəmə nikahın ləğvi məsələsində uşağın kimin yanında qaldığı məsələni həll elədiyi kimi aliment məsələsində həll edir. Aliment tələbi var ya yox. Sadəcə olaraq praktikada bizdə necədir? Adətən atalar uşağın onların himayəsinə verilməsi ilə bağlı məsələlərdə aliment iddiasını qaldırmırlar qarşı tərəfə. Və burada səbəblərdən biri nədən ibarətdir? Məsəl üçün bizdə bu bir neçə dəfə olan prosesdə biz müdafiə mexanizmi olaraq o iddianı qaldırmadıq. Səbəb də ondan ibarətdir ki, bəzi hallarda ata-uşaq tələbi irəli sürəndə yanaşma ondan ibarət olur ki, aliment vermək istəmir, ona görə uşaq istəyir onun yanında qalsın. Amma bu yanaşma əlbəttə həqiqətə uyğun deyil. Nəyə görə? Çünki o uşağı saxlamaq daha xərcli məsələdir, nəinki alimenti ödəmək. Çünki aliment sadəcə olaraq uşağın minimum yaşayış həddində təmin olunmasıdır da, belə deyək də. Amma uşağın yanında saxlamaq daha xərcli məsələlərdir. Amma bu iddianın da aradan qaldırılması üçün, çünki bəzən atalar o iddianı qaldıranda analar deyir ki, sən alimenti vermək istəmirsən, onun üçün uşağı məndən almaq istəyirsən. Bu iddianı da aradan qaldırmaq üçün müdafiə olaraq biz anaya qarşı, həm də yenə eyni də mentalitet məsələsi var ki, bəzi hallarda kişilər deyirlər ki, yox, mən qadındır, aliment istəmirəm, uşaqlar mənim yanımda qalsın, mənə kifayət edir. Amma halbuki qanunla onun hüququ var və bu hüquqdan istifadə edən şəxslər də var əlbəttə ki, anaya qarşı aliment tələbi irəli sürürlər və bugünkü gün necə ki, ataları məhkəmə icra idarəsi, icra və probasiya şöbələri məcbur edir ki, o alimenti ödəsinlər, müxtəlif mexanizmlərdən istifadə edirlər, əmlakına həbs qoyurlar, gəlirlərindən istifadə edirlər. Eyni prosesdə həmin qadınlara qarşı, yəni analara qarşı həyata keçirilir və alimentin ödənilməsi mütləq şəkildə təmin edilir. Digər bir məhkəmə məsələlərindən danışmaq istəyirəm, əmlak məsələləri. Əmlak məsələləri də çox aktualdır. Məsələn, mən bir məsələ ilə bağlı belə deyim də, makler deyirik də, biz maklerlə bir söhbət edirdim. Deyir, bizdə sənədləşmədə nə kimi problemlər olur? Vərəsə məsələsi. Tutaq ki, bir atadır, ata rəhmətə gedib, amma yazmayıb nələrsə. Bunun 2 oğlu buradadır, biri Rusiyadadır. Üçünün də razılığı olmalıymış. Sonra sən pul verib alırsan və üçüncü gəlir Rusiyadan ki, bəs bu ev mənimdir, mənim də payım var. 5 il, 10 il sonra gəlir və iddia qaldırır. Halbuki sən bəlkə də almısan, hətta bir dəfə də satmısan, heç kimdən aldığından xəbəri olmayan adam artıq orada mülkiyyətçidir, yaşayır, 2 ildir, 3 ildir, gəlir indi elə iddia qaldırır. Əslində bugünkü gün əmlak məsələləri ilə bağlı problemləri 2 hissəyə bölməliyik biz. Birinci hissə, bax elə bu nicahdan bağlı, ləğvindən, ailədən danışdığımız üçün, birinci hissə
bu prosesin tərkibində olan məsələlərdir. Yəni nicah dövründə əldə edilmiş bircə əmlakın bölgüsü ilə bağlı olan problemlərdir ki, əksər hallarda bu var. 10 il bundan qabaqki proseslərdə biz nicah dövründə əldə edilmiş əmlakın bölgüsünə bağlı məsələ çox nadir hallarda rastlaşırdıq. Nəyə görə? Çünki 2000-ci illərdə dağılan ailələrin, 2005-ci ildə, 2010-da, 2000-ci ildə dağılan ailələrin əksəriyyəti 90-cı illərdə qurulan ailələr idi ki, əsasən o dövrdə ailə quran ailələr ata-ana evinə, belə deyək də, atanın, ananın adına olan, atanın, ananın adına olan evlərə köçürdülər. Toy olurdu, gəlin köçürdü qaynana, qaynata evinə də, belə deyək, və uzun müddətdə orada yaşayırlar və bəzi hallarda orada biraz çətinlik olursa çıxırlar kirayədə yaşayırlar. Yəni əksərən o dövrdə boşanan deyək də, loru dildə desə, boşanan ailələrin əksəriyyətinin özünün o bircə nicah dövründə əldə edilmiş əmlakları olmurdu. Amma bugünkü kimi boşanan ailələrin əksəriyyəti, məsələn 2010, 2015, 2018, hətta təzə 2020-ci ildən sonra qurulan ailələrdir ki, hansılar ki, ailə qurduqdan sonra ipoteka ilə olsa da ev əldə edirlər, maşın lizinqlə olsa da nəqliyyat vasitəsi əldə edirlər və nicahın ləğvi zamanı bu məsələlər əlbəttə ki, artıq həll olunmalıdır hansılar. Və burada təbii olaraq əsas amil nədən ibarətdir? Həmin əmlakın nicah tarixindən sonra əldə edilməsi. Hətta nicah tarixindən əvvəl də əldə olunan evlər, əmlaklar var ki, sübut olunsa ki, bu ailələrin bircə, belə deyək də, bir yatırımı ilə əldə olunub, onun da bölgüsünün, yəni həyata keçirilən məhkəmə qərarları var. İkinci məsələ siz dediyiniz məsələdir ki, ümumiyyətlə digər şəxslər, vətəndaşlar, qonşular, qohumlar, dostlar arasında və ya yadlar arasında olan əmlakla bağlı mübahisələrdir ki, bugünkü gün bu mübahisələrin əksər hissəsini siz dediyiniz vərəsəlik məsələləri, belə deyək, üstünlük təşkil edir. Vərəsəlik məsələlərlə bağlı hal-hazırda proseslər kifayət qədər çoxalıb. Bunun səbəbi nədən ibarətdir? Səbəbi ondan ibarətdir ki, əvvəlki qanunvericiliyə görə proses necə idi? Şəxs öldü, rəhmətə getdi. Onun qohumları, yəni vərəsələri müraciət etməlidirlər vərəsənin açılması üçün notariat kontoruna. Müraciət olunurdu, notarius müəyyən edir ki, bəli şəxs rəhmətə gedən şəxsin vərəsəsidir və vərəsəliyi açırdı, 6 ay açıq saxlayırdı. Və 6 ay açıq saxlamasının səbəbi ondan ibarətdir ki, digər vərəsələr də gəlsinlər, müraciət eləsinlər ki, payıma alın. Siz dediyiniz kimi, tutaq ki, Amerikada, Rusiyada, nə bilim, Avstraliyada yaşayan şəxs də təbii olaraq əgər vərəsədirsə, o bilirdi ki, miras qoyan əmlakı, yəni atası, babası rəhmətə gedib, onun orada əmlakı var, mənim orada payım var. Artıq dərhal həmin müddətdə ən azından, yəni o 6-7 ay müddətinə gəlib müraciət eləyirdi ki, mənim də orada payım var. Bu 6 ay müddəti bitdikdən sonra vərəsəlik bağlanılırdı. Həmin müddətdə müraciət edilmiş şəxslərə paylarına uyğun olaraq şəhadətnamələr verildi ki, bax 5 ev qalıb, 3 ev qalıb, sənin burada misal üçün 5 vərəsə var, 5də biri sənindir və s. Müraciət vaxtında müraciət etməyən şəxslər o müddətdən sonra gəlib müraciət edəndə notariat kontoru onlara imtina verir. Deyir ki, sən vaxtında gəlib müraciət eləməmsən. Marağın var idi, istəyin var idi, gəlib müraciət edərdin. Belə olan təqdirdə şəxs gedib məhkəməyə müraciət edib, müddətin bərpasını xahiş edə bilərdi. Amma orada sübut eləməli idi ki, mən 6 ay, 7 ay bundan qabaq tutaq ki, gəlib müraciət eləməli idim, amma gəlib müraciət eləməmişəm filan səbəblərdən. Məsələn, ağır xəstə olmuşam, yataq xəstəsi olmuşam, gəlib müraciət eləməmişəm. Yalnız bu, belə deyək, üzürlü səbəblər olduğu təqdirdə məhkəmə həmin müddəti bərpa edirdi və notariusa deyirdi ki, payları təzədən müəyyən elə, buna da vərəsə kimi tanı. O üzürlü hallar olmadığı təqdirdə məhkəmə müddəti bərpa eləmirdi, yəni məsələ artıq bitmiş olurdu. Burada həmçində vəsiyyətnamə məsələsi var, siz dediyiniz kimi. Yəni miras əmlak qoyan şəxs rəhmətə getməmişdən qabaq əmlakları ilə bağlı bir vəsiyyətnamə qoya bilər. Deyə bilər ki, misal üçün 5 oğlu var, mən bütün əmlakımı bir oğluma belə deyirəm, verirəm, həvalə edirəm, istəyirəm ki, onun adına keçsin. Amma qanunvericilik bu hissəni də həll edir. Deyir ki, şəxsin 5 övladı var, bütün əmlakını bir şəxsə verirsə, digər 4 övladında həmin əmlakdan məcburi payları var.
Yəni onları çöldə saxlamır, belə deyək də. Bu vərəsəlik institutu fundamental hüquq olduğu üçün, konstitusion hüquq olduğu üçün qanunvericilik digər şəxsləri də tam olaraq o vərəsəlikdən məhrum eləmir. Onların da payını saxlayır. Bu pay necə müəyyən olunur? Yəni məcburi pay deyəndə biz nə başa düşürük? Normalda almalı olduğu payın yarısını məcburi pay kimi ala bilir. Misal üçün, 2 qardaşdılar, birinə saxlanılıbsa, digər şəxsin məcburi payı yaranır. Normal qaydada 2də 1 bölünməli idisə, artıq bölünür, belə deyək də, ona düşən 2də 1 yox, 4də 1 pay düşəcək məcburi pay kimi. Artıq 4də 3 pay vəsiyyətnamə kimin adına qoyulubsa ona veriləcək. Bugünkü gün vərəsəlik ilə bağlı mübahisələrin yaranmasının əsas səbəblərindən biri nə oldu? Səhv eləmirəmsə 2024-cü ilin dekabr ayı tarixi ola bilər, mən biraz qarışdıra bilərəm, amma Ali Məhkəmə Plenumu məsələlərlə bağlı qərar qəbul elədi, müddətlərlə bağlı ki, vərəsələr, bayaq qeyd elədiyimiz kimi vərəsəlik ümumiyyətlə fundamental hüququdur. Burada müddətin qoyulması ağlabatan deyil. Yəni şəxs mütləq 6 ay müddətində gəlib müraciət eləməlidir desək, onun hüququnu biz məhdudlaşdırmış oluruq və s. İndi burada biz hüquqşünaslar, yəni vəkillər, hakimlər və digər şəxslər arasında biraz mübahisələr var. Hələ bu məsələ ilə öz fikri var. Şəxsən mən düşünürəm ki, bütün hüquqların həyata keçirilməsinə bağlı müddətlərin bəzi hüquqları çıxmaq şərti ilə, hansılar ki, artıq həyati önəmli məsələlərdir. Digər məsələlərdə təbii olaraq müddət mütləq olmalıdır. Amma indi Ali Məhkəmənin qərarından sonra dilsiz-dilli bir situasiya yaranır. Yəni şəxs gəlmir, misal üçün 3 qardaşdılar, ikisi buradadılar, ataları rəhmətə gedib, onlar istəyirlər payı əmlakı keçirsinlər öz adlarına və satsınlar, bölsünlər, hərəsi belə deyək də, el arasında deyilən kimi, loru dillə desək, özləri hərəsi bir ev alsınlar, ayrılsınlar, yerləşsinlər ailələrindən və s. Üçüncü qardaş Rusiyadadır, gəlmir. Ondan ümumiyyətlə heç əlaqə yoxdur. Gedirsən, müraciət edirsən, 2 qardaş gedir, müraciət edir, notariusa, notarius deyir, problem yoxdur. Sənin də payı verirəm, sənin də payı verirəm. Amma qardaşın var ha sənin. Onun payını açıq saxlayıram mən. Bunlar da deyirlər ki, bəs o pay açıq qaldığı təqdirdə biz bunu sata bilməyəcəyik, başqasına verə bilməyəcəyik. Yəni heç kim də gəlib 3-dəki hissəni alıb, 3də 1 hissəni kiminsə adına saxlamayacaq da. Yəni heç kim o evə pul verməyəcək, loru. Və bugünkü gün bu məsələlər kifayət qədər böyük mübahisələr yaradır. Digər mübahisə yaradan məsələlər nədən ibarətdir? Əvvəllər, misal üçün, miras əmlak qoyan şəxs rəhmətə gedəndən sonra müvafiq sənədlər var idi, vərəsəliyi müəyyən edən. Yəni, şəxsin ölüm kağızını qoyurdun və onunla qohumluq əlaqəsini təsdiq edən sənədini, misal üçün, doğum şəhadətnaməsini təqdim edir ki, mən bu filan şəxsin övladıyam. Notarius bundan kifayətlənirdi. Amma indi vərəsələrin o açıq qalma əmlak məsələsi olduğu üçün notarius məcburdur ki, bütün vərəsələrin dairəsində hamının sənədlərini toplarsın. Misal deyək ki, 80 yaşında bir kişi rəhmətə gedib, bu yaxınlarda bizim başımıza gələn bir prosesdir. 80 yaşında bir kişi rəhmətə gedib, notarius müəyyən edib ki, bunun 5 övladı var, bunun sənədlərini alıb. Amma deyir ki, bunun digər birinci növbəli vərəsələri var. Ata-ana da birinci növbəli vərəsələrdir və kişinin 20 il bundan qabaq rəhmətə gedmiş, arvadı da onun birinci növbəli vərəsəsidir. Birinci yoldaşının ölüm kağızını verin, yoldaşının ölüm kağızı verilir. Qalır digər birinci növbəli vərəsələr, ata-ana. Yəni 80 yaşında rəhmətə gedmiş şəxsin atası, anası təbii olaraq təqribən belə deyək də bir beyin yürüyüşü eləsə, bir 60 il bundan qabaq rəhmətə gediblər. 50 il bundan qabaq rəhmətə gediblər və onların rəhmətə gedməsindən bağlı ölüm kağızlarının əksərən vətəndaşlarda yoxdur. Ya bu baş verib, misal üçün, Ermənistandan o vaxt köç eləməmişdən qabaq, məcburi köçkünlər, belə deyək, qaçqınlar olmamışdan qabaq orada baş verib. Sənədlər orada qalıb, ölüm kağızı yoxdur, doğum şəhadətnaməsi yoxdur və s. sənədlər yoxdur. Və yaxud məcburi köçkünlərimizlə bağlı işğal olunmuş ərazilərdə qalan sənədlər var. O vaxt belə deyək də, kənddə rəhmətə gedəni aparırlar, dəfn edirdilər, mərasim keçirdilər. Bundan məsələ bitirdi. Bunun heç rəsmləşdirilməsi də həyata keçirilmirdi. Uzaqbaşı orada bir kənd nümayəndəliyi, hardasa bir balaca bir kitabçıda qeyd aparırdı ki, filan kəs filan vaxtı rəhmətə getdi. O kitablar da hamısı orada qaldı. Və yaxud bizdə bu təzədən baş verən bir prosesdə şəxs atası 41-45-də, yəni Böyük Vətən müharibəsində, belə deyək də, o vaxt itkin düşmüş şəxs idi. Yəni onun ölüm kağızını bugünkü gün almaq kifayət qədər böyük bir prosesdir də. Yəni
Amma vətəndaşlar məcbur olurlar indi hal-hazırda bu sənədlərin toparlanması üçün, ölüm faktının tanınması üçün belə deyək də, və yaxud da ki, rəhmətə getmiş şəxsin doğum şəhadətnaməsini istəyirlər ki, atanı, ananı müəyyən edə bilsinlər və onların sənədlərini istəsinlər. Yəni 1920-də, 30-da anadan olmuş şəxsin doğum şəhadətnaməsinin olma ehtimalı yoxdur da belə deyək də, sıfıra bərabər. Ona görə vətəndaşlar, vərəsələr bu gün kifayət qədər çətin mövqeyə düşüblər. Şəxslər məcburdurlar ki, o ölüm kağızlarının və ya doğum şəhadətnamənin alınması üçün faktın tanınmasına bağlı məhkəmədə iddialar qaldırsınlar. Ki, mənim babam filan vaxtı rəhmətə getməsi ilə bağlı ay məhkəmə qətnamə ver mənə. Mən gedim ZAKS şöbəsindən bir ölüm kağızı alım, aparım verim notariusa vərəsəliyimi həyata keçirdə bilim. Nəticədə həm vətəndaşlar mənfi mövqeyə düşüblər, zəif mövqeyə düşüblər. Məhkəmə prosesləri başlayıcılar. Bu həm vaxt itkisidir, həm kifayət qədər xərc aparan bir məsələdir, kifayət qədər stres yaşanan məsələdir. Çünki sən sübutlar da təqdim eləməlisən. Sən şahidlər gətirməlisən ki, mənim babamın rəhmətə getməyimlə bağlı o yaşlı adamı tap, gətir. Yəni bunlar kifayət qədər çətin məsələlərdir. Həm xərcdir, həmçinin də məhkəmələr bir çətin mövqeyə düşüblər. Yəni iş sayı çoxalır. Əslində bunun həll oluna biləcəyi bir düşünürəm ki, bir yolun axtarılması, tapılması həm məhkəmələrin bu uzun-uzadı aparılan və sayı çox olan işlərdən qurtara bilər, həm də vətəndaşları, vərəsəlik hüquqlarını daha tez icra eləməyə yardım göstərə bilər. Yəni, Ali Məhkəmənin qərarı mən düşünürəm ki, yenə deyirəm, bu mənim subyektiv fikrimdir, əslində kifayət qədər vacib qərardır ki, və digər vərəsələrin də hüquqlarının həyata keçirilməsinə imkan və şərait yaradır. Amma ondan doğan məsələlər var ki, o qərarda nəzərdə alınmayıb, amma ondan doğan məsələlərdir ki, insanları daha çətin vəziyyətə və məhkəmələrin işlə yüklənməsinə gətirib çıxardır. Mən düşünürəm ki, müəyyən müddətdən sonra təbii olaraq o qərarda yeni qərarın qəbulu mümkün olacaq ki, bu məsələlərdən aradan qaldırılmasına köməklik göstərsin. Amma bugünkü gün bu məsələlərdə kifayət qədər çətinliklər var. Çox sağ olun Ruslan bəy. Ətraflı məlumat üçün təşəkkür edirəm. Siz sağ olun, dəvətinizə görə çox xoş oldu. Düzdür, vaxtımız qısaydı, amma ümid edirəm ki, maksimum informasiya ötürə bildik məsələlərlə bağlı. Çox sağ olun, minnətdarım. Dəyməz, xoşdur, qulunuzda. Sağ olun.